1995-ci ildə çap olunmuş bu 20 dollarlıq əskinaz bir neçə gün əvvəl Heritage hərrac evində üzərindəki nominal qiymətdən çox baha qiymətə satılıb. Bunu nadir edən heç də xətalı olması deyil. Burada əsas rolu oynayan onun seriya nömrələridir. Gördüyünüz kimi seriya nömrələrinə diqqət yetirsəz, burada bir qeyri-adiliyin olduğunu görəcəksiniz. Bu radar seriya nömrəli əskinaz sayılır. Radar siqnalında olduğu kimi başlayıb eyni ardıcıllıqla bitdiyi kimi burada da 0 rəqəmləri ilə başlayıb 5-ə qədər davam edir və 5-dən sonra eyni ardıcıllıqla geriyə dönüb 0-la bitir. Radar seriya nömrəli əskinaz nisbətən nadir variant sayılır və siz də belə əskinazlara rast gələ bilərsiniz. Dövriyyədə olmamış MS-63 dərəcəsində sertifikasiyadan keçmiş bu dollar 159 dollara, bizim pulla təxminən 270 manata satılıb. Bu isə 2003-cü ildə çap olunmuş 100 dollarlıq əskinazdır. Bunu da başqalarından fərqləndirən onun qeyri-adi seriya nömrəsinin olmasıdır. Buna repeater serial number deyilir. Gördüyünüz kimi seriya nömrələri yalnız 2 rəqəmdən 4 və 0-dan ibarətdir və 40 kombinasiyası düz 4 dəfə təkrarlanır. Dövriyyədə olmamış MS-65 dərəcəsində sertifikasiyadan keçmiş bir dollarlıq əskinaz martın 10-da 390 dollara, bizim pulla 663 manata satılıb. Videonu bəyənməyi unutmayın.